Liq və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün hazırladığımız sınaq paketlərindən bir sualı və onun izahını təqdim edirik. Bilirsiniz ki, bu imtahanlarda əsərlər daha çox müqayisəli formada düşür ədəbiyyatdan. Burada həm əsərlərin ümumi məzmunu müqayisə edilə bilər, həm də hər hansı bir əsərdən bir obraz götürülür, başqa bir əsərdəki obrazdan müqayisə edilir. İki əsərdəki, hətta üç əsərdəki obrazlar belə müqayisə edilə bilər. Burada deyir ki, cədvəldəki uyğunsuzluqların sayını müəyyən edin. Əhməd Cavadın Səsli Qız əsərindəki Sara və Qılman İlkinin İntiqam əsərindəki Xəzəngül müqayisə olunur. Sara tərəfdə yazılıb ki, yaşca əsərin müəllifindən kiçikdir. Bu fikir yanlışdır. Çünki Sara Əhməd Cavaddan qabaq yaşayır. Onun haqqında deyir, oxudum tarixlərdə. Deməli, əsərin müəllifindən kiçik ola bilməz. Bu yanlışdır. Nişanlısının oxla vurulduğunu görür. Bu da yanlışdır. Çünki nişanlısı öldürülərkən Sara onun yanında olmamışdı. Xəzəngül tərəfdə yazılıb ki, təsadüfən yaranan fürsətdən istifadə edərək düşməni öldürür. Bu, Xəzəngülə aiddir, amma yanlış yerdə verilib. Çünki Saraya da aiddir. Saraya Xaqanı öldürməyə gəlməmişdi ki. Onu çağırdılar, gəlsin, oxusun. Sonra Xaqan ondan mey istədi. Bu da meyə zəhər qatdı, verdi, öldürdü. Yəni təsadüfən yaranan fürsətdən istifadə edib düşməni öldürdü o da. Ona görə də 3 yanlışdır. Çünki hər ikisinə aiddir. Bir tərəfdə yazmaq olmaz. Bir tərəfdə yazırıqsa, deməli biz iddia edirik ki, bu Saraya aid deyil. Əsərin adlandırılmasında onun adından və ya əlamətindən istifadə edilməyib. Bəli, Xəzəngülə aiddir. Çünki əsərin adı İntiqamdır. Xəzəngülün adı və yaxud da hər hansı bir əlaməti yoxdur burada sifəti olaraq. Amma bu Saraya da aiddir. Çünki Səsli Qız əsərinin adlandırılmasında da Saranın adından və ya onun əlamətindən istifadə edilməyib. Niyə istifadə edilməyib? Bu haqda çox geniş danışmışıq. Əhməd Cavad Səsli Qız orijinal videosu adlı dərsdə və həmçinin Səsli Qızın ayrıca Səsli Qız əsərindən ibarət sınağımız var. Orada da çox geniş toxunmuşuq buna. Ona görə burada toxunmuruq. Deməli, 4 yanlışdır. Çünki hər ikisinə aiddir. Bu da təkcə Xəzəngül tərəfdə yazılıb. 5-də deyir ki, əsərdəki ümumi obrazlar içində yox, sırf qadın obrazlar içində əsas obrazdır. Bu fikir də yanlışdır. Çünki biz sırf qadın olaraq bölməsək belə, əsərdəki əsas obrazlar birində Saradır, birində Xəzəngüldür. Deyə bilmərik ki, yox, kişilər saysaq, bunlar əsas deyil, amma kişilər saymasaq, əgər qadınların içərisində əsas budur. Deyə bilmərik. Elə ümumiyyətlə əsərdə əsas obraz bunlardır. Ona görə 5-də yanlış fikirdir. Bizdən nə istəyir? Uyğunsuzluqların sayını istəyir. Neçə dənə uyğunsuzluq çıxdı? 5 dənə. Düzgün cavab 5.